Kibrit yadından çıxır. O değil kibrit. O değil. Bir, iki, üç. Hamısı yanıqdır. Aha deyəsən biri tapmışam. Yandırma, yandırma. Niye? Ürəyimdə bir şey tutmuşam. Eğer orada bir tane yanmamış kibrit çöpü tapılsa... onda ben... Onda ne? Git o kişiden yandır. Bam, 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 bam. Kimse senin için yamanca darıxır. Benim için? Hop, Hardan bildin? hop. Sigaretin yanmağından. Eğer sigaretin bir tarafı yanırsa deməli kimse senin için yamanca darıxır. Demirdin bunu. Yox. Yaxşı da görüm ürəyində nə tutmuşsan. Arzun nədir? Kulağız. Eğer kutuda bircə dənə də yanmamış kibrit çöpü qalıbsa, onda Ne olsun? hiç bildin neynədin? Yox. Nöqtələr. Bu üç nöqtədir. Arzum. Arzu ne demezler? Ha. La, 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 la. Ürəyimdə tutmuşdum ki... Yavaş. Bu da sənin nöqtə vergülünün axırı. Ay, kabloğumu sındırdı. Belə yeriyə bilməzsən? Beni yerimi olar. Ver mənə. Ver görüm. Hey, aşık məşuqlər, hara aparım sizi? Yanında pulun var. Bəs nə? Gəl. Yavaş. Geç. Zahmet olmasa burada saklayın. Buyur. Kolumdan tut, yıkılırım. Hiç kolumu tutmağı da başarmırsan. Niye bacarmıram? Sabah konserte gedəcəksən? Sen gitmek istersen. Hı. Deməli belə. Nə? Heç nə. Ad günün laf kıyamet geçti. Alem anan varmış. Çox sağ ol. Deyərəm ona. Yok yok, lazım değil. Sağ ol. Gecen xeyrə qalsın. Gecə xeyrə qalsın. Niye eve gelirsin? Bəs sen niye gitmişsin? Ben? Hı hı. Ne bileyim. Gözləyirəm, sen gidesin sonra. Heyif ki kablokum sınık. Yoksa biraz da gezerdik. Hava da yaxşıdır. Daha gecdir, anan nigaran qalar. Ha, elədir.
Keşin xeyrə qalsın. Sağ ol. Oktay, Nədir? mənə heç nə demək istəmirsən? Demək? Nə deyim ki? Ne diyeyim ki? Hiç ne? Ayı. Hı. O gece her şey değişebilirdi. Her şey başka cür olabilirdi. Sen o gece yüreğinde ne tutmuştun? Ben o gece Oktay, yüreğimde tutmuştum ki eğer kutuda hiç olmasa bir tane kibrit çöpü kalıpsa, onda biz seninle evleneceğiz. Sen ne danışırsan? O vakit seni Cemal'a nişanlamıştılar. O vakit sevmirdim onu. Seni sevirdim. Sense lap keydin. Yaxşı. Sevmirdinse bəs niye onlara gittin? Niye? Niye? Ağız kızın işi necə oldu? Oktay'dan başa bilmirəm. Deyirlər qız istəyir, amma ortada hiçbir şey yoxdur. Ağız qulaq as, Camal yaxşı oğlandır. Evi, eşiği, yaxşı da qulluğu, daha ne istəyirsən? Ağız qiyamət oğlandır. Ver kızı ona, senin de evini dolandırar. Senin işi de yaxşı olar. Daha ne istəyirsən? Get, hərisini ver. Sözə bax, oğlan yaxşı oğlandır. Əslin icabəti var, Sağ ol. Söz budur, bala. Allah bilən yaxşıdır. Bilmirəm. İndi bunun əhəmiyyəti yoxdur. Bağışla. Mən elə demək istəmirdim. Gedək şəhəri kesək. Gidək. Ancaq əvvəlcə bir antikvar dükanına deyək. Binlerce güzel olsa da her millet C'est une boutique antiquaire. Il y a tant d'intéressants ici. Des ceintures d'argent, des anciennes monnaies de différentes époques. On faisait des fous. Salam Həsən əmi. Xoş gördük. Necəsən? Nə var? Tuğaçıyam, sağ ol. Maintenant, Yaxşı, sən necəsən? une collection Bien, de c'était là. poignards de 19e siècle. Çox da aldı, görünmürsən. Et ça sera iş yox. intéressant pour vous. Faites attention Təzə nə var à nə ce yox? poignard. Sağ Il est ol. si joli. Dolanırıq. Peki olsun. Voilà la ceinture d'argent de 15e siècle. Perişana yok giden ki yetim. Bu nə olan şeydir? Ha kızım bu durna çırağıdır. Bunu dağlarda yandırırlar ki durnalar yolu azmasın. Çok güzel bir şeydi. Antika şeydi. Buna bax, aləmdir ki. İstəyirsən alım. Məndən sənə yadigar olsun. Lazım değil, sağ ol. Nəyimə gerək? Mən yaşadığım yerdə nə dağlar var, nə durnalar. Bu elə adıma qismət olsun ki, aparıb dağda yandırsın. Oh, c'est joli. Oui, c'est vraiment joli. C'est le poignard de 19e siècle. Quel travail! Les hommes les ont portés aux ceintures. Faites attention au gain de ce poignard. En faisant des foules, on l'avait trouvé dans une tombe. On enterrait les hommes avec leurs armes, habits et bijoux. Yəni doğrudan durnalar bu çırağı görə bilirlər. Bütün bunların hamısı əfsanədir, nağıldır. Bütün bunların hamısını çırağı düzəldən uydurub ki, malın qiymətini artırsın. Həyatda məncə ən gözəl şey odur ki, insan özü üçün bir nağıl uydura bilsin. Əfsanəyə həqiqət dəxli yoxdur. Əsas budur ki, uydurduğu nağıla inansın.